Mental sağlığımızın nə qədər vacib olduğunu hər birimiz bilirik. Bəs insan psixikası ən çox nə zaman zərər alır? Yəni normalda biz hansı hadisələri yaşayırıq? Bəzən özümüzü yaxşı hiss edirik, bəzən isə mənfi hisslərlə baş-başa oluruq. Amma insan psixikası ən çox o zaman zərər alır ki, səni narahat edən bir mövzu var və ya bir məsələ var, bir hadisə var. Sən o şeyi nə qəbul edə bilmirsən, nə də onu həll edə bilmirsən. Hər ikisi arasında qaldığında və çarəsiz hiss etdiyində bizim psixikamız mental olaraq ən çox bu anda zərər alır. Yəni sən 5 dəqiqə o formada qalsan, 5 dəqiqə zərər almış olursan. Günlərlə, aylarla səni narahat edən bir məsələləri nə həll edə bilmirsənsə, nə də qəbul edə bilmirsənsə, artıq psixika oradan zərər almağa başlayır. Bu yavaş-yavaş bizim bədənimizə təsir edir. Sonra somatik əlamətlər özünü göstərməyə başlayır. Daha sonra yuxu keyfiyyətimiz pozulur və yata bilmirik və ya daha erkən oyanmağa başlayırıq. Bundan sonra həyatımızın keyfiyyəti aşağı düşməyə başlayır. Çünki hər hansı bir narahatlıq olduğunda normal insanın psixikası və təbiəti bu şeyi ya qəbul etməlidir, ya da həll etmək üçün hərəkətə keçməlidir. İkisindən birinə getmək lazımdır. Təbii deyə bilərsən ki, mən elə bir şeydir ki, bunu həll edə bilmirəm, ya da qəbul edə bilmirəm. Bu mövzuda çətinliyimiz ola bilər. Amma istənilən halda sən bir məsələni həll etmək üçün nəsə edə bilərsən. Əgər ki, belə bir imkanın yoxdursa, sadəcə olaraq onu ən azından indiki an üçün qəbul etmək lazımdır. Əks halda psixikamız daha çox zərər görə bilər.